Tramp-Zelenski görüşü Amerika Birləşmiş Ştatları və Ukrayna münasibətlərində gərginliyi artırdı. İki ölkə liderinin söz davası ardından planlaşdırılan birgə mətbuat konfransının ləğvi və Zelenskinin Vaşinqtonun Ukraynanın nadir torpaq minerallarına çıxışını təmin etmək üçün hazırladığı müqaviləni imzalamadan Ağ Evi tərk etməsi də bütün bağların qırıldığı siqnalını verdi. Lakin Zelenskinin X hesabında gözlənilənin əksinə sərt açıqlamalar verməməsi, Amerika Birləşmiş Ştatlarının köməyi olmadan Ukraynanın Rusiya müqavimət göstərməsinin çətin olacağını deməsi və ona gələn dəstək paylaşımları Kiyev-Vaşinqton münasibətlərində təzyiqi azaltdı. Bizim üçün çox çətin olacaq. Ona görə də buradayam. Ona görə də mən qarşıdan gələn danışıqlardan danışırdım. Sizin köməyiniz olmadan çətin olacaq. Amma biz öz dəyərlərimizi, xalqımızı, azadlığımızı itirə bilmərik. Ruslar ərazilərimizə girdilər, evimizə girdilər. Nə qədər insanı öldürdülər. Sadəcə bunu unudub deyək ki, Putin əla oğlandı. Xeyr, bunu bizsiz edin. Mən indi təhlükəsizlik zəmanəti məsələsini qaldırıram. Biz tərəfdaşlarımız, dostlarımız və Amerikalılarla aydın mesajlar paylaşırıq. Əgər siz bizimlə qalsanız, təşəkkür edirəm. Amma gəlin təhlükəsizlik zəmanətləri infrastrukturunu yaradaq. Siyasi şərhçilər isə belə hesab edir ki, dövlət başçıları münasibətlərini tamamilə kəsə bilməz. İrəliyən zamanlarda onların ortaq məxrəcə gəlmələri gözləniləndi. Donald Trump Ukraynanın hazırki vəziyyətinə göz yumur. Zelenskinin başqa çıxış yolu yox idi. Çünki bu görüşün nəticələrini həm daxili auditoriyaya çatdırmaq lazımdır. Ordu bu görüşdən böyük nəticələr gözləyirdi və eləcə də Avropa və onun liderləri şübhəsiz ki, mövcud ziddiyyətlər burulğanında Zelenskinin bu mövqeyini dəstəklədilər. Sonraki proseslərdə hesab edirəm ki, Kiyev və Vaşinqton arasında nəinki yumşalmalar, hətta Ukraynanın mövqeyinin dəstəklənməsi baş verə bilər. Görüşdən sonra 47-ci liderin Zelenskinin dialoqa hazır olduqdan sonra Ağ Evə gələ bilər ifadəsi də əlaqələrin davam etdiriləcəyini göstərir. Lakin Amerikanın sərt şərtləri ilə masaya oturacaq Ukrayna qarşılığı.